Bugünkü vlogumu da Münhendə başlayıram. Axırda keçəcəm buna. İdardan qorxmayın. Çinin daxili bazarından tanıyırıq artıq Bakıda. Ümid eləyirəm ki, Distroniki dəyişiblər. Çünki Azərbaycanda daha ucuz satılır, sizə deyim. Marka özü öz modelini yeyir. Tamamilə Avropa bazarı nəzərə alınaraq hazırlanmış interfeysdir. Məncə Azərbaycana da gəlsə kifayət qədər çox satar. 0-dan 100-ə sürətlənmə 3.2 saniyədədir. Maraqlı bir konseptdir. Nədənsə konseptləri bəyənmirəm. Bu avtomobilin buradakı qiyməti, Azərbaycan bazarında isə bu avtomobil təxmini olaraq Volvo dizgilərini görmək olur. Həm Volvonu, həm də Geely'ni görmək olur. BYD'nin özü də var burada. Öz modelləri ilə təqdim olunur. Mənə elə gəlir ki, Mercedes nümayəndələri özləri icazə vermirlər arqa dizayna baxmağa. İçəri isə elə bir Həzi Aslanov metrosudur. Heç elegant görünmür bu dizaynlar. Day video çəkirdim, ay day, neynirsən? Videonu bəyənməyi də təbii ki, unutmayın, dostlarınızla da bölüşün. Hər yerdə var, levi girənlər. Qapı tutacaqları bəzi videolarda sirkəliyirdilər, amma yuxarı hissədə də ənənəvi radiator barmaqlıqlarının bir imitasiyasını LED formada görmək olur. Burada isə AX3-ün interyeri nümayiş olunur. Hər vloqum maraqlı bir mövzu ilə maraqlı bir yerdə başlayır. Bugünkü vlogumu da Münhendə başlayıram. Hər kəs salamlar dostlar. Münhenə gəlmişik və bugün sizlərlə Münhendə maraqlı bir sərgini gəzəcəyik. IA Mobility adlı bir sərgi var. Demək olar ki, son illər ancaq elektrikli və plug-in hibrid avtomobillərə həsr edirlər bu sərgini və bir neçə il ki, gəlmək istəyirəm, ancaq müəyyən səbəblərə görə alınmır. Ancaq bu il nəhayət ki, belə desək, şeytanın qıçını qırdıq da, axır ki. Kiçik bir kəşfiyyat işləri apardım. Hələ bugün sərgi Open Space başlayır, amma ona baxmayaraq dünən hələ də sərgi yeri qurulurdu. Artıq düşünürəm ki, çatdırmış olarlar. Almaniyadayıqsa, nə ilə başlamalıyıq videoya? Öz vətənində BMW ilə. BMW yeni təqdim etdiyi AX3 tam elektrikli. Gedək vaxa görə nə nümayiş elətdirir. A few moments later. Vətənində BMW ilə başlamaq istədik, amma alınmadı. Çünki sərgi ərazisi hələ tam hazır deyil. Saat 11-də açılacağını dedilər. İndi gedək ümumi sərgi ərazisinə. Görək orada nə var, nə yoxsa. Sonra buraya bir daha geri dönüş eləyərik. Sərginin girişi bu şəkildə. Hələ də texnikalar var. Dünəndən işləyirlər, yığıb hazırlamağa çalışırlar. Amma deyəsən o qədər də sürətli ola bilməyiblər, çatdıra bilməyiblər. Amma yekunlaşdırırlar artıq. Sərgi 11-də açılacaq. Hələ də texnikalar ərazidədir. Maşınlar çıxır ərazidən. Texnikaları da çıxartsınlar, görək nə olursa. Sizlərə maraqlı temaları göstərirəm. Çünki Golf GTI, yəni belə kimi məsələlər çoxdur. Birazdan 11, saat 11-i gözləyək. 2 hours later. Kia'nın çox nəhəng belə bir stendi var. Siz təsəvvür eləyin ki, Kia'nın bu stendində bir dənə də olsun, nə benzin, nə ümumiyyətlə hibrid avtomobil yoxdur. Tamamilə stenddə nümayiş etdirilən bütün avtomobillər hamısı elektrikdir. Burada EV4 var. EV4-ü heç yerdə görməmişik, eşitməmişik. Çox maraqlı bir maşındır. Qəşəng dizaynı var. Cerato hardasa böyüklüyündədir, hatchback formasıdır və bu GT Line paketdir. Və genişdir. Sizə deyim ki, maraqlı geniş bir ölçüləri var. Ön tərəfdə çəkiliş getdiyinə görə birazdan çəkəcəm ön tərəfini. Burada EV5 modeli var. Bu GT Line paketdir. EV5 modelini biz Çinin daxili bazarından tanıyırıq artıq Bakıda. Bir çox yerlərdə EV5 rahat görmək olur. Hətta Laçın yürüşümüzdə də EV5 var idi. Bu avtomobil 85 kW-lıq NMC batareya iləndir. Əslində EV5-in icmal videosu YouTube kanalımda var. Çinin daxili bazarı idi o. Amma demək olar ki, heç nə ilə fərqlənmir. Hər bir detalları aşağı-yuxarı eynidir. Müəyyən restayl işləri görülüb. Dizaynda da çox cüzi düzəlişlər var, dəyişikliklər var. Daha sonra burada Kia'nın nümayiş elətdirdiyi Passenger var. Tam elektrikli bir minivandir. Ön hissədən göstərim mən sizə. 71.2 kW-lıq batareyası var. 5 yerlik. Arxa tərəf yalnız bagaj. Burada ayaq qoymağa yerlər düzəldiblər. Yarım açıqdırsa. Salon bu formada. Burada 220 volt həm sərnişin, həm də sürücülər üçün enerji çıxışı. Maraqlıdır, lük yoxdur. Qeyri-adi bir minivandir, tamamilə elektrikli. 460 km mənzili var. Arxa tərəfdən göstərim mən sizə. Kia sevir belə futuristik dizaynları, məncə tutur da. Kia'ya çox yaraşır. PV5. Burada Kia'nın belə bir konsept modeli var, EV2.
EV2 modeli hələ ki konsept olaraq hazırlanıb və belə desək geri dönüşüm məhsullarından hazırlanıb. Salonuna da baxsaq, maraqlı bir salonu var. Hələ ki avtomobillə bağlı detallı informasiya yoxdur. Sadəcə olaraq nümayiş elətdirirlər bu avtomobili. EV6 GT paketi. Bu avtomobil artıq restyle oldu. Təxmini olaraq 3 ilə yaxın avtomobil bir dizayn istehsalı getdi və ondan sonra yüngül restyle işləri getdi. Ön faralar fikir verirsinizsə dəyişdi. Ümid eləyirəm ki, Distroniki dəyişiblər. Çünki EV6-da Distronik problemi var idi. Biz misal üçün Xankəndiyə gedəndə EV6 ilə qarda qışda bilirsiniz ki, getdik Xankəndiyə. Orada hər dəfə qar tutanda Distronikin üzərinə maşın error verirdi və avtopilot və s. kimi bu kimi funksiyalar işləmirdi. Ümid eləyirəm ki, yeni EV6-larda bunu düzəldiblər. Salonda ciddi dəyişiklik yoxdur. Ənənəvi EV6 salonudur. Batareya həcmi də olduğu kimi qalıb, amma aerodinamikada dəyişikliyi var ki, bu avtomobil artıq 560 km-dən yuxarı məsafə qət eləyə bilir. Avropadakı qiyməti 71.190 avro. Azərbaycanda daha ucuz satılır, sizə deyim. Özdə Çin versiyası deyil, eyni versiyadır belə desək. Və EV3 kiçik SUV bir elektrikli avtomobil. Maraqlı bir dizaynı var. Kiçik SUV-dir. Azərbaycanda satışda bir dənə var, amma hələ də gün işığına çıxmır. Salonunu göstərim sizə. Çox maraqlı bir avtomobildir. Salonu bu formada ənənəvi Kia dizaynı. Burada GT-Line sözünü görə bilirik, çünki avtomobil GT-Line komplektasiyadır. 81 kW-lıq bir batareyası var. Hardasa 540 km-ə yaxın məsafəsi var. Salon da bu formada, lüku yoxdur. Ümumiyyətlə, bəzi maraqlı modellər var ki, onu gətirirlər, amma gün işığına çıxartmırlar. Sadəcə olaraq satış saytlarına yükləməklə kifayətlənirlər. Misal üçün, EV3 onlardan biridir. Düzdür, bizim bazarda Çin avtomobilləri daha çox satışı olur. Amma yenə də, məncə EV3 də gün işığına çıxmalıdır. EV4-ü göstərmək istəyirəm mən sizə. Kia'nın EV4 modeli. Maraqlı belə faraların quruluşu var. EV9-dan belə desək götürülmə bir dizayndır. Təbii ki, Avropa standartı olacaq. Type 2 və CCS2, 8 voltluq bir arxitekturası var. Avtomobilin 81.4 kW-lıq batareyası var. EV3-ün salonuna oxşuyur, amma nisbətən genişdir. Daha genişdir və oturacaqlara fikir verin də maraqlıdır. İç hissəsi fərqli rənglidir. Çöl hissəsi ancaq bu formada GT-Line paketdir. 520 km VLTP standartı var. Harman Kardon səs sistemidir. Bu artıq bilirsiniz nəyə oxşuyur? EV6-ya bir rəqibdir sanki. Marka özü öz modelini yeyir. Bir növ belə desək. Yəni çox oxşuyur da. EV6-ya çox oxşuyur. Düşünürəm ki, marka özü öz modelini vurur. Bilmirəm niyə belə bir şey addım atılırsa, amma sizə deyim ki, EV6 daha sportiv bir görünüşə sahibdir. Nəinki EV4. EV4 həm sportiv görünüş, həm bir ailə segmenti tipli bir maşındır. EV6-nı alıb bagajından narazı olanlar üçün, misal üçün, EV4 yaxşı variantdır deyə düşünürəm. Və Volvo, gəlin mən sizə Volvo ilə bağlı danışım və modelləri göstərim. Amma modelləri göstərməmişdən öncə platformanı istəyirəm sizə göstərim. Baxın, Volvo'nun elektromobillərinin platforması budur. Hazırda real olaraq nümayiş etdirilir. NMC batareyalardır və arxa iki təkərdə yerləşən reduktor, həmçinin inverter. Hər biri baxın burada var və bizim sevdiyimiz vacib məqam stilik pompası. Baxın, stilik pompası real olaraq burada görünür. Bu avtomobillərdə stilik pompası var. Ona görə də rahat şəkildə deyilən məsafəni gedir. Bu X30-un tək mühərrik versiyasıdır və cross country. Cross country hansıdır? Azərbaycana gəlməyib bu avtomobil. Cross country baxın budur. Çox maraqlı hazırlanmış bir avtomobildə off-roada yığılıb. X30 özü var, amma cross country versiyası bizdə gəlmir. Baxın, ön hissəsini görürsünüz necə maraqlı hazırlayıblar. Bu cizgilər xüsusi önəm daşıyır. Çünki İsveçin topografik xəritəsindən hazırlanmış bir meşədən ilhamlanaraq götürülmüş bir xəritə dizaynıdır. Burada da bunu, yəni Google-da yazaraq xəritəni hansı hissəyə aid olduğunu görə bilərsiniz. Üst hissəsinə baxaq, bagajı yığılıb, ehtiyat təkəri, işıqlar və s. quraşdırılıb. Arxa hissəsində də ənənəvi X30-a oxşuyur, amma əlavələr var. Bu plastik və aşağı hissələrdə əlavələr var. Daha sonra axırda keçəcəm buna. Gedək X90-ı birinci mən sizə göstərim. Ondan sonra X90. Mən deyərdim ki, Volvo'nun elektrikli şah əsəridir bu. Və burada maraqlı bir məsələ. Volvo for Life. Lidardan qorxmayın. Lidar məsələsi artıq həll olub. Bu avtomobil XC90-ın elektrikli versiyasıdır. Və qayıdıram bura. ES90. Ön hissəsi
bu formada maraqlı hazırlanıb aerodinamika üçün. Aşağı hissədə fikir verirsinizsə, radiator barmaqlığı avtomatik açılıb bağlanır. Bu da sırf olaraq aerodinamika üçün fikirləşilib. Ümumi olaraq 106 kW-lıq bir bateriyası var. Yalnız arxa çəkən versiyadır, yəni long range versiyadır bu avtomobil və 700 km-ə yaxın VLTP standartına əsasən məsafə qət edir. Bu avtomobil S90-ın tamamilə elektrikidir. Amma dizayn olaraq arxa dizaynı baxın bu formada hazırlanıb. Bir növ Polestar'a oxşuyur, Polestar'ın yeni nəsil versiyalarına. Amma yəni arxa dizayn, bu dizayna baxın, o dizayna baxın, bir də bu dizayna baxın. S90-ın aqressiv dizaynından demək olar ki, əsər əlamət qalmayıb. Mən qətiyyən bəyənmədim arxa dizaynını və arxa şüşədə də fikir verirsinizsə, burada da LED stop işıqları yerləşdiriblər. Bu da ES90. Bilmirəm, artıq bu konsept deyil. Yəni sizə onu deyim ki, artıq kütləvi istehsala başlanıb. 96.000 avrodan başlayan qiymətlə təklif olunur. Açığı deyim ki, Volvodan yəni belə bir dizayn qətiyyən nə gözləyirdim, nə bəyəndim. Ön hissəsi bəli, qəşəngdir. Aerodinamik bir quruluşa malikdir. Həmçinin hava axınlarının kəsimləri üçün maraqlı xüsusi nüanslara diqqət ediblər. Amma arxa dizayn təbii ki, avtomobil sevərlərin sevdiyi Lego. Gəlin bunu göstərim sizə. Buna görəsən nə qədər vaxt sərf ediblər hazırlamağa. İnanılmaz möhtəşəmdir də. Bir-bir Legodan yığılıb hər biri. Çox möhtəşəmdir. Və burada kiçik Legolar da var, Formula avtomobilləri. Saat hələ 11 olmayıb, amma yenə də gedək digər stendlərə baxaq görək hansılar açıqdırsa sizlərə maraqlı temalar göstərəcəm. Burada belə bir şirkət var. Deməli, motosikllar satırlar və bu motosiklların hər biri, içəridə də biri var, elektrikli motosikillardır və çox yaxşı texniki göstəriciləri var. Arxada da yazılıb texniki göstəriciləri. Fikir verirsinizsə, 0-dan 100-ə 3.8 saniyəyə çıxır bu motosikl. 130-160 km mənzili var və 20-80% də hardasa 50 dəqiqəyə tək faza enerji ilə, 3 faza ilə isə 20 dəqiqəyə tam olaraq dolum eləyir. 8.9 kW-lıq bu motosiklın bateriyası var. Həmçinin bunun da 8.9 kW-lıq bateriyası var. Bunun isə 14 kW-lıq bir bateriyası var. Belə bir 3 təkər, yox, 4 təkərlidir bu. Yox, 3 təkərli. 3 təkərli bir motosikldır. Qiymətləri isə təxmini olaraq bu 14.000 avrodur. Düz dedim, bu 14.000 avrodur böyük motosikl. Bu da yəqin təxmini olaraq 12.000 avro falan olar. Çünki nisbətən kiçikdir. Bu da ki bir avtomobil qiymətinədir də. Və yol polisləri üçün də maraqlı belə bir proyektləri var. Yol polisi avtomobili hazırlayırlar və bu avtomobilin xüsusi özəlliyi var ki, tamamilə elektrikli olmasına baxmayaraq batareya gücü daha da artırılmış bir batareyadır və əlavə enerji itkiləri yoxdur. Təxmini olaraq 600 km və daha üstü məsafə gedə bilir, sürüşdən çox şey asılıdır. 0-dan 100-ə 3.2 saniyəyə, maksimal sürət isə 200 üzəridə. Və maraqlı bir nüansı da var ki, bu avtomobilin siz maksimal sürətlə belə sürsəniz, belə desək, enerji itkiləriniz daha yuxarı olmaması üçün bu avtomobildə xüsusi işlər görülüb. Həm reduktorun qızması, həm də batareyaların qızmasının önü alınıb. Yəni bu sırf olaraq bir proyekt kimi hazırlanıb, belə desək. Sizlərə Leap motoru göstərim. Nə qədər qəribə də olsa, IA Mobility Münih sərgisində Leap motor nümayiş olunur. Çünki 2023-cü ildə Stellantis Leap motorun 20% hissəsini alır və bu alışdan sonra artıq Leap motor başlayır Avropa bazarına giriş eləməyə. Gəlin sizlərə modelləri göstərim ki, hansı modellərlə artıq Avropa bazarına girirsə. Deməli, burada Sion modeli var. 39.900 avroya təklif olunur və belə desək, Avropa bazarı REEV texnologiyalı avtomobillə tanış olur. Azərbaycan bazarı kifayət qədər tanışdır REEV texnologiyası ilə, amma Avropada çox nadir hallarda bu texnologiyalı avtomobili görmək olur. İnterfeysə baxsaq, Çin əlifbası yoxdur. Tamamilə dili artıq Avropa bazarına uyğunlaşdırılmış bir avtomobildir. Və ön hissədən göstərim mən sizə avtomobili. 28 kW-lıq bir bateriyası var, DC şarjı var, 39.900 və 28.4 kW-lıq bir bateriyası var. Həmçinin avtomobil 1.5 turbo mühərrikə sahibidir və şarj portu Avropa standartı CCS2. Leap motor B10. Bu avtomobil kiçik SUV-dir. Baxın, bu formada 29.900 avroya təklif olunur. Kifayət qədər çox tələbat var deyə düşünürəm. Çünki insanlar həddindən artıq çox
gəlib maraqlanırlar avtomobillə və fikir verirsinizsə, bu da CCS portu iləndir. Daxili bazar GBT portla deyil. Salonu göstərim sizə. Maraqlı bir salonu var. Adam gəlib öz markasını Avropada test eləməyə. Deyəsən bəyəndi. İnterfeys tamamilə Avropa bazarı nəzərə alınaraq hazırlanmış interfeysdir. Sükan çox maraqlı hazırlanıb. Fərqlilik qatıblar. Məncə Avropalılar bəyənir belə kimi fərqlilikləri. Açılmayan panoramik damdır. Kifayət qədər geniş bir məsafə var arxa hissədə də. Mən bunu sevirəm. Bu formada olmağını çox sevirəm. İçəridə olanda o toz yığılır ha. Bax, heç sevmirəm onu. Bagaj hissəyə baxaq. Yəni arxa hissə kiçik görünsə də kifayət qədər geniş bagajı var. 460 litrlik bir bagajı var. Bunu açsaq rahat 2 çamadan rahat yerləşər. Üstəlik yuxarı hissəsinə də baxın bu formada. Aşağıda da fikir verirsiniz boş bir ərazi var. Maraqlı maşındır. Çində görmüşdüm mən bu maşını. Məncə Azərbaycana da gəlsə kifayət qədər çox satar. Hyundai'nin stendi, böyük bir stend hazırlayıblar və o qədər çox maraq var ki, təsəvvür edin, sərginin açılışına hələ təxmin olaraq 15 dəqiqə var və artıq Hyundai'da insanları rahat görmək olur ki, nə qədər çox Avropada Hyundai'ya maraq var. Hyundai'nin tam elektrikli Ioniq 6N modeli 0-dan 100-ə sürətlənmə 3.2 saniyədədir bu avtomobildə və 460 km məsafə qət edir. Bremboları görə bilirik. Arxa dizaynını göstərim sizə. Bu avtomobili çox bəyənirəm. Çox futuristik və möhtəşəm bir avtomobildir və salondan da maraqlı futuristik görüntüləri görə bilirik. Və yan güzgüləri kameradır. Buradan görə bilirik rahat şəkildə. İnanılmaz möhtəşəm bir avtomobildir. Çox sportiv və xüsusi olaraq hazırlanıb. Kona Azərbaycana hər nə qədər də gəlməsə, Kona'nın elektrik versiyasıdır və çox maraqlı bir rəngi var, maraqlı bir dizaynı var bu avtomobilin. Bu avtomobil hardasa 48.000 avrodan başlayan qiymətlə təklif olunur və 65 kW-lıq bir bateriyası var. Avtomobilin VLTP standartı deyir ki, 450 km məsafə gedir. Salon hissəni göstərim sizə. Son dönəmlər elektrikli Hyundai'ların ənənəvi dizaynıdır. Bu formada salon hazırlanması. Fikir verirsinizsə düymə çoxluğuna. Fiziki olaraq düymələrin çoxluğu əməllicə görünür. Alikantar oturacaqlar, çünki N-Line-dir bu avtomobil. Yəni, bir növ belə desək, sport versiyadır. Arxa hissəsinə də baxsa, burada da alikantar oturacaqlar gözə çarpır. Və Hyundai'nin konsept olaraq təqdim etdiyi Instroid tam elektrikdir. Burada enerji portunu görmək olur. İçəri hissədə diqqət edirsinizsə, xüsusi olaraq yığılmış, xüsusi olaraq hazırlanmış bir avtomobildir Instroid. Burada da pilotun geyimləri, ön hissədən də mən sizə bu formada göstərmək istəyirəm. Maraqlı bir konseptdir, maraqlı bir dizayndır. Xüsusi hazırlanmış disklər və sizə də belə göstərmək istəyirəm. Sport olaraq hazırlanmış bir salonu var. Nədənsə konseptləri bəyənmirəm. Gedək baxa görə Hyundai başqa nələri bizə göstərirsə. Bu isə Hyundai'nin başqa bir konseptidir. Xüsusi nüanslar var ki, bu avtomobildə salonunda görmək olur. Həmçinin diskləri fikir verirsinizsə, artıq 5 bolt yoxdur. Kamera, güzgülər və s. Orada Ioniq 5 var, gedək baxaq. Dediyim kimi konseptləri sevmirəm. Açmır məni, çünki ciddi şəkildə konsept dəyişir. Və bu da Ioniq 5. Ioniq 5-i artıq tanıyırıq. Azərbaycan bazarında da kifayət qədər çox Ioniq 5 var. Bu avtomobilin buradakı qiyməti 68.000 avrodur. Azərbaycan bazarında isə bu avtomobil təxmin olaraq 70.000 manat bu civarda satılırdı. Hələ biz bu qiymətə olmağına baxmayaraq yenə də bu avtomobilə bahadır deyirdik. Avropa bazarında isə nə qədər dedim? 68.000 avro. Və sizlərə nəyi göstərim mən? Ioniq 9. Hyundai'nin elektrikli SUV modeli. Çox maraqlı bir dizaynda hazırlanıb. Bilmirəm, Azərbaycan bazarına gəlsə bu avtomobil satılar ya yox. Çox maraqlıdır. Fikir verirsinizsə, ön hissədə tamamilə şüşədən hazırlanıb. Faralar bu hissədə matrisalı faralar, kənarları işıqlandırması üçün bu formada. Gündüz işıqları burada, yuxarı və aşağı hissədə isə dönmə işıqlarıdır. Fikir verirsinizsə, burada yəqin kameradan nə dərəcədə görünürsə, Distronic bu ön hissədəki şüşənin altında gizlədilib. Həmçinin park sensorları. Artıq park sensorları bir çox avtomobillər başlayıb ləğv etməyə. Misal üçün Tesla 2021-in 8-ci ayından etibarən istehsal etdiyi modellərdə park sensorları ləğv edir. Amma park sensorlarının da funksionallığını kameralarla aktivləşdirir. Və şarj portunu göstərim mən sizə. CCS2, Type 2, 800 voltluq bir arxitekturaya sahibdir bu avtomobil. Arxa dizaynını mən sizə göstərmək istəyirəm. Arxa dizaynı da bu formada.
Hyundai ümumiyyətlə qəribə dizaynı var. Bu hissələri görürsüz, formada kiçik ledlər formasında, dönmə işığı burada, geriyə hərəkət işığı burada və maraqlısı odur ki, bu avtomobilin tormuz işığı da yuxarıda bu formada davam eləyir. Yəni belə bir yarım dairə deyim, ya nə deyim, formada belə bir dizaynı var. 3 sıralı oturacaqları var bu avtomobilin. Salon bu formadadır. Bu oturacaq həmçinin geriyə də hərəkət eləyir. Ön hissənin dizaynı da bu formada. Orta hissəni boş saxlayıblar. Mən sevmirəm. Orta hissə belə boş qalanda sevmirəm. Bu barı düşünürəm ki, axıra qədər davam elətdirməlidirlər. Amma fiziki düymələrin çoxluğu yenə göz çarpır. Burada simsiz şarj var. Bu avtomobil 110 kW-lıq bir bateriyası var və avtomobilin maksimal gediş məsafəsi, yəni range 600 km olaraq qeyd olunur. 86.000 avrodan başlayan qiymətlə təklif olunur. Polestar 3 Volvo'nun sub-brendi, belə desək, maraqlı bir quruluş var. Dual motorda hazırda təqdim olunan bu avtomobil, deməli 111 kW-lıq bir batareya həcmi var. Görürsünüz də bu modelə mən həmişə bala Volvo deyirəm. Avtomobilin qiyməti 78.000 avrodur. 636 km məsafə qət eləyir. Volvo dizgilərini çox rahat şəkildə bu avtomobildə görmək olur. Bütün dizaynın hər bir hissəsində həm Volvo-nu, həm də Geely-ni görmək olur, fikir verirsinizsə. Təbii ki, Çinli markalar ya Mobility sərgisində kifayət qədər çoxdur. Deyərdim ki, yarı-yarıdır hardasa. Xpeng artıq illərdir ki, Avropada təmsil olunur. Xpengin bizim bazarda da kifayət qədər çox tanınan G9 modelidir. Bu avtomobil haqqında detallı bütün videolarım var. İcmal videomuz da var, test drive'ımız da var. Hər şey eləmişik bu avtomobili. Bu avtomobil restyle versiyadır, amma çox kiçik toxunuşlar. Restyle yox, faceliftdir. Çox kiçik toxunuşları oldu bu avtomobildə. Çünki dizayn olaraq kifayət qədər çox bəyənildi. Misal üçün disklər dəyişildi. Yüngül xırda kromlar və yaxud da salonda olan müəyyən dizaynlar dəyişdirildi. Xpengin qısa müddət öncə, yəni fevralda təqdim etdiyi P7 Plus modeli. Bu model öncəki P7 modellərindən fərqli olaraq 16.000 tonluq bir zavodda istehsal olunan tək şassi sisteminə sahibdir. Avtomobilin maraqlı salonu var. Arxa dizaynı bu formada. Fikir verirsə, xüsusi maraqlı bir dizayn veriblər arxa dizaynına və burada maraqlı məsələ odur ki, bunun bu formada hazırlanması bagajın böyük bir həcmdə olmasına gətirib çıxarır. 730 litrlik bir bagajı var və aşağıda ciddi şəkildə bir yükü də var. Qardaşa da çox sağ ol deyirik ki, bizə köməklik elədi. Şarj portu GBT-dir. Hazırda GBT-dir, çünki bu avtomobil Avropa bazarında ilk dəfədir təqdim olunur. Ona görə hazırda GBT şarj portu ilə təqdim edirlər. Oturacaqları formada göstərim sizə. Geniş bir salonu var. Burada fikir verirsinizsə, bu formada bir desk də mövcuddur və arxa hissədə də bir kiçik monitor var ki, arxada əyləşən sərnişinlər istifadə edə bilirlər. Və Xpengin G6 modeli tam elektrikli. Bu avtomobildə Azərbaycan bazarında da var bu model. Tam elektrikli. G9-a nisbətən kiçik bir SUV-dir, amma ümumən yəni o qədər də kiçik deyil, kifayət qədər həcmi var bu avtomobilin. Ford tərəfindən maraqlı bir oyun nümayiş olunur. Baxın, burada kompüterlərdə insanlar əyləşir. Kompüter oyunu kimi bir avtomobil yarışı eləyirlər. Amma onlar kompüter oyunu kimi avtomobil yarışı eləməsinə baxmayaraq bu trekdən gedəcəklər hər biri. Birazdan yarış başlayacaq. Avtomobillər də bunlardır. Hazırda Ford'un təqdim elədiyi avtomobillərdir. Und es geht schon los. Es ist unser erstes Rennen. Wir haben die Ford Elektroflotte. Wir bringen sie Çox maraqlıdır, çünki oradan sürürlər və real olaraq avtomobillər də buradan gedir, yarışırlar. Gedək indi real olaraq Ford maşınlarına baxaq görək. Ford bizə nələri təqdim eləyirsə, çünki maraqlı elektrikli avtomobilləri var. Ford'un sevdiyimiz modeli Explorer, artıq tam elektrikli, Capri, Ranger. Amma bu tam elektrik deyil, Ranger, plug-in hibriddir. Bu avtomobil də yəqin ki, növbəti illərdə tam elektrikli eləyəcəklər. Maraqlı bir pikapdır. Ranger'i yəqin ki, hamımız onsuz da tanıyırıq. Bu formada maraqlı bir dizaynda hazırlanıb. Arxa yük bölməsi. Burada isə fikir verirsinizsə, ikili hissə var. Enerji portu və benzin. Capri-ni göstərmək istəyirəm mən sizə. 86 kW-lıq bir NMC batareya ilə təchiz olunub bu avtomobil. Böyük bir fikir verirsinizsə, mərkəzi displey, kiçik də sürücü alətlər paneli. Sürücü alətlər panelinin kənarları isə sürücünün izləmə sensorlarıdır. Həmçinin head-up displey də mövcuddur və oturacaqlar da parçadır, dəri deyil oturacaqları. Burada karbon işləmələri görə bilirik, imitasiya deyil, əsl karbondur və simsiz şarj cihazını da bu formada hazırlayıblar. Və arxa hissəni mən göstərmək istəyirəm sizə.
Arxa hissədə bu formada bu oturacaq açılıb və geniş bir bagaj görünür. Bagajına baxaq. 750 litrlik çox geniş bir bagajı var. Açıldıqda isə 1500 litrə yaxın bir bagaj həcmi olur. Maraqlı formada hazırlanıb. Burada belə bir ciblik də var və arxa dizaynını mən istəyərəm sizə göstərim. Arxa dizaynı da bu formadadır. Kiçik SUV bir avtomobildir. Yəni sizə Ford Explorer-ı göstərim. Futuristik bir dizayn artıq Explorer-də özünü göstərir. Ford Explorer-in də salon dizaynı Capri-yə bənzədilib. Baxın, mərkəzi ekran bu formada, sürücü alətlər paneli və bu avtomobildə 110 kW-lıq bir batareya var. Oturacaqlar. Burada belə bir maraqlı nüans var. İstəsəz həm monitoru bu formada saxlaya bilirsiniz və aşağı hissədəki ciblikdən istifadə edə bilirsiniz və ya belə. Çox böyük bir bagajı var. Fikir verirsinizsə, geniş bir bagajı var. Həmçinin aşağıda da təbii ki, kiçik bir məsafə var. Maraqlı bir arxa dizaynı var. Sadəlik. Çinlilər, bu da sizə Çinlilər. Denza, BYD-nin premium sub-brendi Denza ya Mobility sərgisində. Bunlar belə desək, daxili bazar modellərdir. Artıq Avropada təqdim olunur. Azərbaycanda kifayət qədər artıq görmək olur bu Denza modelini. Həmçinin bunun SUV-sini də. Avropalılar Denza ilə yeni tanış olurlar. Ona görə hər kəsə kifayət qədər maraqlıdır Denza. Maraqlı salonu var, rəngini görə bilirsiniz və bu bagajın rəngidir. Oturacaqlar isə bej rəngdə. Amma təbii ki, BYD-nin özü də var burada. Öz modelləri ilə təqdim olunur. Seal-in, Seal. Burada da yeni təqdim etdiyi Seal 6. Bu Touring'dir. Təbii ki, Avropalılar bunu sevir də, Touring'i sevir. Bu da Seal U. Və burada da BYD-nin Dolphin-i var. Bu modellərin demək olar ki, hamısı Azərbaycanda var. Çünki Azərbaycanda kifayət qədər çox sevilir BYD avtomobilləri. Bu avtomobili sizlər üçün çəkəcəm. Digərlərini görmüşük onsuz da. Və bu Touring olaraq Avropalılar tərəfindən çox sevilir. Geniş bir bagajı var. Hey! Aşağı hissəsinə baxsaq, burada da belə cibliklər var. Nabuk, süni dəri, mərkəzi konsol bu formada və maraqlı, çox genişdir. Bu oturacaq hələ maksimum arxadadır. Maraqlı bir avtomobildir. Touring olması ümumiyyətlə üstünlükdür. Avropalılar Touringlə bağlı ciddi sevgiləri var. Və bu avtomobil DMI platformadır, yəni plug-in hibriddir bu avtomobil. Həm benzin mühərriki var, həm də elektrik mühərriki var. Deməli dostlar, burada həmçinin Smart'ın belə bir stendi var və maraqlı avtomobilləri var. Burada Smart'ın yeni təqdim etdiyi 5 modelidir. Namba 5-də gedilir, Diez 5-də gedir. Tamamilə elektrikli bir avtomobildir, maraqlı bir rəngi var. Qapı hissəsinə fikir versəz, burada ağac formasında hazırlanıb və maraqlı qapı tutacaqları var. Ön kokpit bu formada. 2 monitordur. Sürücü alətlər paneli də burada var. Formada maraqlı bir arxa dizaynı var. Sevilir. Smart ümumiyyətlə Avropada sevilir. Mən sizə Volkswagen-i göstərmək istəyirəm. Volkswagen-in burada ikili stendi var. Ludwig'in heykəlini 2 yerə bölüblər. Sol tərəfində və sağ tərəfində Volkswagen-in stendləri var. Amma o qədər çox insan var ki, çünki Almaniyada dəhşətli dərəcədə çox sevirlər də, özünüz bilirsiniz ki, hələ ki, yəni göstərə bilmirəm, görək. Növbəti dəqiqələrdə baxa görək, mən sizə oranı göstərə biləcəm, yoxsa yox. İndi isə gedirik BMW-yə. Burada 3 marka birləşir. Mercedes, Cupra və Lucid. Maraqlı bir yer hazırlayıblar, qədim bir binadır. Cupranın nəhəng bir stendi var. Çox maraqlı və çox elegant hazırlanmış bir stenddir. İnanılmaz möhtəşəmdir. Bu markanı mən çox sevirəm. Sadəcə olaraq Azərbaycana gəlmir bu marka. Gəlsə də inanmıram ki, satıla bilinsin. Maşının aqressiv görünüşünə bir dənə fikir verin. Çox gözəldir də. Rəngi, salonu çox sportivdir, çox elegantdır. Mən bu avtomobili həddindən artıq çox sevirəm. Heyf ki, Azərbaycana gəlmir. Burada da Formentordur. Formentor yeni təqdim olunub, səhv eləmirəmsə. Türkiyədə kifayət qədər çox sevilir bu avtomobil. Arxa hissə aşağı-yuxarı eyni dizayndadır. Bagajı açdılar, oran açılmışkən göstərim sizə. Bilirsiniz, bu model onu insanlara verir ki, mən sənin üçün həm sportam,
həm də elegantam. Bu ikili nöqtəni sizə verir. Ona görə mənə elə gəlir ki, Avropada sevilməyinin səbəbi odur. Və belə bir mənzərə ilə Mercedes bizi qarşılayır. Gedək baxaq görək Mercedes nəyi təqdim eləyirsə. Çünki bu sərgidə Mercedesin inanılmaz bir təqdimatı var. Açığı bir çoxlarının bəyənmədiyi bir modeldir, bəyənmədiyi bir dizayn oldu. Gedək baxaq görək Mercedes nəyi təqdim eləyibsə sizə göstərəcəm. Çox möhtəşəm bir stend hazırlayıblar. Təbii ki, Mercedes özünə yaraşan tərzi də qorumalıdır. Və burada G-Class. Əsas məsələ yuxarıda deyə, gedək yuxarıya. Kiçik bir təqdimat getdi hazırda burada. Aşağıdadır. O maşını sizə göstərəcəm. Burada isə Mercedesin müxtəlif detallarını nümayiş elətdirirlər, işləmə prinsiplərini hamısını göstərirlər. Bu yeni, belə desək, radiator barmaqlıqlarının quruluşudur. Təbii ki, LED-lərdən istifadə olunub. Burada isə müxtəlif fikir verirsə, iç hissədəki LED-ləri göstərirlər və radiator barmaqlığı baxın buradadır. Və bu isə avtomobilin interyerindən olan müxtəlif funksionallıqları göstərirlər. Həmçinin multisükan, orta alətlər barı və monitorun funksionallığı. Hər birini real olaraq nümayiş elətdirirlər. Dizayn olaraq mən o qədər də bəyənmirəm. Məncə bu dizaynda müxtəlif nələrsə də eləmək olardı. Daha da yaxşı, daha da maraqlı olsun deyə. Bu arada Mercedesin yox sükanı Dirbayvaya. Bu da Mercedesin yeni təqdim etdiyi tam elektrik GLC modelidir. Ön radiator barmaqlığı, faraları artıq yeni Mercedesin dizaynına uyğunlaşdırılmış faralardır. Mən çox çalışıram ki, arxa dizaynını göstərim sizə. Göstərə bilməsəm fotolarla kifayətlənməli olacaq. Mənə elə gəlir ki, Mercedes nümayəndələri özləri icazə vermirlər arxa dizayna baxmağa. Arxa dizaynını mən sizə göstərmək istəyirəm. Heç elegant görünmür. Bu dizaynlar niyə var? Bəlli deyil. Bu dizaynlar... Day, video çəkirdim, ay day, neynirsən? Geniş bagajı var, keyfiyyətli bir örtüyü var. Aşağı hissədə də çox genişdir. Yəni, bu kimi nüanslar nəzərə alınıb. Amma bu stoplar nədirsə, məncə daha maraqlı bir dizayn eləyə bilərdilər arxa dizaynına. İnanılmaz dərəcədə çox tələbat var, insanlar maraqlanır. İçəri isə elə bir Həzi Aslanov metrosudur. Təəssüf ki, çəkə bilmirəm. Çünki çəkmək bir qırağa qalsın, özüm də baxmaq istəyirəm, amma təəssüf ki, heç cürə bu mümkün olmur. Növbədə inanılmaz dərəcədə çox insan var. Gəlin sizə tam elektrikli CLA-yı göstərim. Düzdür, burada da insanlar çoxdur. Tam elektrikli yeni CLA. Maraqlı görüntüsü var. Faralar artıq Mercedesdə bu formada gəlir. Və CLA-ın arxa hissəsinə baxsaq, bu formada. Geniş bagajdır məncə. Bir nüans diqqətimi çəkdi ki, sürətli bağlanır və sürətli də açılır. Maraqlı nüansdır. İçdən çıxmalı qapı tutacaqlarıdır. Qapı çox estetikdir. Monitor çox dikdir bu monitor. Mənə elə gəlir ki, biraz belə maylı olsaydı daha maraqlı görünərdi. Fikir verin bu formada. Mən açığı yeni interyeri heç bəyənmirəm, amma bəyənənlər var təbii ki. İşləmə sürəti daha yaxşıdır deyərdim. Mercedesdən də maraqlı kadrları sizlərə göstərməyə çalışdım. İndi isə gedək Lucid. Gəlin sizə Lucidi göstərim. Azərbaycanda çox az adam tanıyır. Səhv etmirəmsə, bir dənə Lucid var Azərbaycanda, amma bilmirəm hardadır, kimdədir. Sadəcə eşitdiyimə əsasən onu deyə bilərəm ki, bir dənə Lucid görənlər var. Gəlin sizə Lucidi göstərim. Belə bir stendi var, inanılmaz dərəcədə çox adam var və burada Lucidin Gravity modeli nümayiş olunur. Qəşəng dekor eləyiblər. Həmçinin burada da Gravity-yə inanılmaz dərəcədə çox tələb var. Lucid Air ön hissəsini görürsünüz. İnanılmaz dərəcədə böyük bir bagajı var. Çox nəhəngdir. Və burada Lucidin Gravity modeli var. Gravity modeli yeni təqdim olunmuş bir modeldir. Bu Grand Touring sayılır. Təxmin olaraq 710-750 km aralığında VLTP standartı ilə mənzil qət eləyə bilir. Arxa hissəsi çox maraqlı, gəlin sizə göstərim, arxasını fikir verirsinizsə. Burada isə mən sizə Air-ını çəkmək istəyirəm. Sadəcə növbə çoxdur. Arxa hissəsini göstərim Lucid Air-nın. Çox maraqlı bir dizaynı var. Bagaj hissəsini mən çəkmək istəyirəm. Bagaj açılmasına baxın. Belə bir maraqlı formada bagajı var. Elə də böyük deyil. Aşağı hissəsinə baxsaq, belə bir ciblik də var. Elə də böyük bir bagajı yoxdur, amma bagaj həcmi kifayət eləyir ki, əşyalarınızı, kiçik əşyalarınızı, çamadanlarınızı yerləşdirib hərəkət eləyə biləsiniz. Arxa oturacaqları göstərim sizə, nə qədər ki boşdur, fikir verirsinizsə. Bir biznes klass avtomobil sayılır
və maraqlı fikir verirsinizsə parça, nappa, isitmə və ventilyasiyalı oturacaqlar. Çox maraqlı bir maşındır, pərdəsi də var. Qapı tutacağı bu formada açılır. İlk dəfə də Lucid-lə tanış oluram yeri gəlmişkən. Gəl mən sizə interyeri göstərim. Maraqlı bir interyeri var. Orta hissədə belə mərkəzi displey var və sürücü alətlər paneli bu formadadır. Burada biz sürücüyə lazım olan müxtəlif media məlumatlarını görürük. Burada işıqları yandırmaq və s. Və maraqlı nüans bilirsiniz nədir? Baxın, budur maraqlı nüans. Sürücü alın şüşəsi yuxarıya qalxdıqca qalxır və burada da belə bir günlük yerləşdiriblər. Bunu çıxartsaq artıq bu formada qalacaq. Yəni Model X-daki kimi bu formada deyil. Kənarda qalıb sonra açırıq. Bu formada deyil. Burada hazır bu formada yerləşdiriblər. Tən ortada qalıb yazıq. Maraqlı bir dizayndadır. Arxa hissədə bu formadadır. Burada da cibliklər var. Telefonumuzu yerləşdirmək üçün burada şarj cihazı da var və parçadan hazırlanıb bu hissə. Yəni maraqlı nüanslar çoxdur. Biz niyə öz evində BMW-yə daxil ola bilmirik? Dən növbəyə baxın. Və burada da növbə davam edir və içəridə də hər yerdə var evi girənlər. Bunlar qonaqlardır yəqin ki. İçəridəki insan sayına baxın. Dəhşət. Dəhşət. BMW-nin bir neçə ay öncə təqdim etdiyi X3 əslində təqdimatlarda kiçik görünürdü. Amma göründüyü qədər kiçik deyilmiş. Kifayət qədər həcmi var. Plug-in hibrid bir avtomobildir. Bagaj həcmi bu formada. Aşağıda alətlər var. Qəşəng rəngi var. Rəngini çox bəyəndim. Çox qəşəngdir. Disklər. Yəni Mercedes-in yeni GLC-sindən sonra BMW daha maraqlı gəlir. Hələlik növbə onlardadır. Ona görə biz hələ ki arxaya baxaq. Arxa salon bu formada Harman Kardon səs sistemi. Burada telefon tutacağı üçün müxtəlif aksesuarlar üçün yer düzəldiblər. Havalandırma sistemi və klimat üçün burada maraqlı bir yer düzəldilib. M olduğuna görə burada M loqolu kəmərlər. Belə maraqlıdır. Ön hissəyə baxaq indi. Ambiyent işıqlandırması çox qəşəng, çox maraqlıdır. Qapı tutacaqları bəzi videolarda sirkəliyirdilər, eləyirdilər, amma heç elə bir şey yoxdur, açığı. Və interyeri Alikantar, həmçinin süni dəri. Oturacaq üçün belə ayaqlıq. Sizə deyim ki, çox rahat, çox kipdir. Oturduqda rahat şəkildə, yəni siz özünüzü hiss eləyə bilirsiniz burada. Monitor, qardaş, monitor belə olar da, səliqəli. Bu formada. Ambiyent işıq həmçinin fikir versinizsə klimatla birləşib burada bir yerdə. Və burada telefon tutacaqları maraqlı formada hazırlanır. Fiziki düymə yoxdur, amma haptikdir. Sensordur, haptikdir. Yəni bu formada maraqlı bir dizaynı var. Bu monitor tərpənir deyirdilər. Yəni sən bunu nə dərəcədə sirkələməlisən tərpənsin, ancaq tərpənmə deyilən bir şey yoxdur. Burada da fiziki düymə yoxdur. Haptikdir bunlarda. Maraqlı bir dizaynı var. Mercedes-in elektrikli AX modeli, bunu artıq tanıyırıq. Bu avtomobil bir kiçik facelift keçirdi. Kiçik dizayn dəyişiklikləri oldu. Ön farada, radiator barmaqlığında və kiçik hissələrdə. Ancaq çox maraqlı və uğurlu model çıxdı deyə düşünürəm. Bir elektromobil kimi uğurlu bir model çıxdı. Burada BMW-nin nəhəng elektromobili i7 var. İki rəngli belə bir maraqlı dizayndadır avtomobil. i7 artıq Bakıda da görmək olur rahat şəkildə. Kifayət qədər çoxdur i7. M5 Touring özdə. Bakıda olmayan BMW yoxdur. Bundan da Bakıda var. M5 Touring. Burada i4 M60 var. i4 sevənlər üçün çəkirəm bunu. Tam elektriklidir. 18 kW-lıq 100 km olan bir sərfiyyatı var. Batareyası 82 kW-lıq bir batareyadır. M60-dır. Çərçivəsiz qapılar. Arxa stoplarını çox bəyənirəm. Çox qəşəng arxa stopları var. BMW lazer texnologiyasıdır. Fikir verirsinizsə. İndi hələ ki işıqdır deyə o qədər də güclü görünmür. Baxın bu formada. Maraqlı bir dizaynı var. Bagajını göstərim sizə. Kifayət qədər geniş bir bagaj var və aşağı hissədə də kiçik bir ciblik var, həmçinin Harman Kardon. Maraqlı bir nüans var, çünki AX3 idi, səhv etmirəmsə. Bu modelin təqdimatı oldu Münhendə. Hazırda yenə də əslində BMW i3-ün təqdimatı gedir. Gəlin onu göstərim sizə. Daha doğrusu AX üçün, i3 yox. Dass wir die Funktionen am Lenkrad erst dann anzeigen, wenn wir es auch Können sich natürlich später, wenn sich mal
alle Funktionen gerne auch mal auf die Sitzposition. AX3 burada təqdim olunur. Yeni dizaynı, faraların görürsünüz. AX-dən götürülmə bir belə deyə dizayndır. Ön hissə sərt bir quruluşa malik olsa da, avtomobilin 100 km olan sərfiyyatı 16.2 kW-dır. Təsəvvür edirsiniz. Yəni adətən aerodinamik cəhətdən bu dizaynda olan bir avtomobil üçün 16 kW yox, 20 üstü olur, amma bu avtomobildə 16.2 kW-lıq bir sərfiyyatı var. Avtomobil ümumi mənzili 740 km-dir. 82 kW-lıq bir batareya həcmi var. Aşağı hissədə radiator barmaqlıqları elektron formada açılıb bağlandığını görmək olur və yuxarı hissədə də ənənəvi radiator barmaqlıqlarının bir imitasiyasını LED formada görmək olur. Çox maraqlı, çox qəşəng dizaynı var deyərdim. Ancaq BMW sevənlər böyük ehtimal ki, bunu bəyənməyəcək. Çünki ənənəvi belə deyək, BMW dizaynından kənara çıxılır burada. Və arxa dizaynını da bu formada mən sizə göstərim. Maraqlıdır, yeni nəsildir, yeni dizayndır və son dönəmlər təbii ki, elektromobillərdə görməyə vərdiş olmadığımız AC enerji limitləmələri 7-11 kW-dır. Amma burada yenə də Lexus'da gördüyümüz 22 kW-lıq AC enerji burada da artıq var. Yəni 22 kW-lıq AC enerji ilə avtomobil enerji dolumu eləyə bilir. Bu, yəni mənə elə gəlir ki, üstünlükdür. Çünki son dönəmlər müxtəlif batareyalı texnologiyaların hələ tam inkişaf etməməsi səbəbi 7 kW və 11 kW düşüş olmuşdu AC enerji dolumları. Yəni evdən enerji dolumu da belə desək. Amma artıq son yeni nəsil elektromobillərdə bu artıq artır. 22 kW olur artıq. Burada da nümayiş olunur yeni AX3-lər. Görək imkan olsa mən sizə göstərməyə çalışacağam. Ancaq buradakı insanların hər biri salona əyləşməyin növbəsini gözləyir. Həmçinin burada da eyni və avtomobilin dizaynını yaxından göstərim sizə. Fikir verirsinizsə faraların quruluşu bu formada və radiator barmaqlığı dizaynında bu formada hazırlanıb. Məncə çox əladır, bu qəşəng görünür. 741 km məsafə, 16.5 kW-lıqda 100 km olan sərfiyyatdır. Məncə kifayət qədər ciddi bir irəliləyişdir BMW üçün, yəni elektromobil sahəsində ciddi bir irəliləyişdir. Çox maraqlı bir görüntü var. Gəlin salonun ümumi olaraq görüm sizə göstərə bilirəmmi? Salon da bu formada, baxın. Ön hissə, təsəvvür edin, bu head-up display formasında hazırlanıb. Çox möhtəşəmdir, çox gözəl görünür və mərkəzi displeydə formada, həmçinin bu hissəyə də fikir verin, parçadan hazırlanıb. Bagaj həcminə baxın, bagaj həcmi inanılmaz dərəcədə böyükdür. Neçə litr olduğu yazılmayıb, ancaq çox böyük bir bagaj həcmi var, həmçinin aşağı hissədə də belə bir cibliyi də var. Arxa dizayn bu formadadır, maraqlı dizayndır. Dəyişiklik eləyir, yeni nəslə keçir, yeni eraya keçir. Ona görə məcburdur deyə düşünürəm ki, bu formada yəni yeniliklər eləsin. Və burada isə AX3-ün elektrik mühərrikləri nümayiş olunur. 6-cı nəsil mühərriklərdir hər biri. Bu arxa mühərrikdir, bu isə ön mühərrikdir. Burada isə batareya. Baxın, bu formadadır. Batareyanı yerləşdiriblər monitorun arxasına. Amma o batareyanın içərisindəki sikllar baxın bu formadadır. Kifayət qədər yəni böyükdür. Mənim əlim böyüklüyündədir. Burada isə AX3-ün interyeri nümayiş olunur. Sükan, monitor. Monitor çox maraqlıdır. M formasında hazırlanıb. Maraqlı nüans odur ki, head-up display formasında hazırlanıb və çox maraqlı görünür. Həmçinin birbaşa olaraq sükandan da idarə etmə mümkündür. Sərginin maraqlı tərəfi odur ki, avtomobillərlə kifayətlənmir sərgi və velosipedlərə də yer ayrılıb. Həm təmirini eləyə bilərlər, baxın, istəyən özü də təmir eləyə bilir, istəyən burada ustalara da həvalə eləyə bilir. Təmirini, təmizliyini və s. hamısını eləyirlər. Həmçinin fikir verirsə, elektrikli velosipedlər də var burada, çoxluq təşkil eləyir. Bura velosipedin moykasıdır. Baxın, bu velosiped təmizlənib artıq çıxarılır. Maraqlı formada təmizləyiblər və növbədə olan velosipedlər var ki, onlar da yumanı gözləyirlər. Münhində inanılmaz dərəcədə çox istifadə olunur velosipedlər. Uşaqla harasa getsələr belə xüsusi velosipedlər var ki, cibliyi olan velosipedlər. Görsəm göstərərəm sizə. Qarşıda əslində var idi, cibliyi olan velosipedlər var ki, uşaqlar orada əyləşir və yoluna davam eləyir.
fikir verirsinizsə, baxın belə velosipedlər də var. 2 nəfər sürür həmçinin. Görürsünüz, öndə əyləşən də sürür, arxada əyləşən də. Həm formada velosipedlərlə də zəngin bir ölkədir ümumiyyətlə Almaniya. Belə dostlar, Münhendən, EA Mobility sərgisindən sizlərə çatdıracaqlarım bu qədər idi. Düşünürəm ki, maraqlı kadrlar oldu, maraqlı məlumatlar oldu. Sizlərlə hər birini bölüşdüm. Əlavə hansısa sualınız varsa və yaxud da hansısa demədiyim məlumatlar varsa, şərhlər bölməsində mütləq qeyd eləyin. Amma videonu bəyənməyi də təbii ki, unutmayın, dostlarınızla da bölüşün. Sizin bu dəstəyiniz mənim üçün çox vacibdir ki, maraqlı kontentlər çəkim sizlər üçün. Növbəti videoda görüşərik.